Salam dostlar. Deməli bu arı ayın 8-də 2 qapalı yumurta ilə ayırdığım vaxt silsilədən arıdır. Arının sıxlığı öz yerində. Çox gözəldir. Hal-hazırda arıların ən çox narahat olduğum şey arıların yem ehtiyatıdır. Yem ehtiyatının necə olmasıdır. Yem ehtiyatına baxacağım bu arının. Bayaq açıb üzərində yarım kiloqramlıq kek var idi. Təxminən 5 gün əvvəl vermişdim. Yarım kiloqramlıq keki artıq bitiriblər. Bu arının sadəcə kənarlarda bir balaca açıq miqdarı var. Şöyle suçu qoyublar. Bu hissədə də, bir qədər bu hissədə. Çərçivəni ələ götürəndə artıq adam hiss edir. Çərçivədə nə var, nə yox. Bir demək olar ki, burada heç nə yoxdur qida cəhətdən. Bir damcı burada nektar var. Qalan hamısı qapalı yumurtadır. Larvadır. Həmçinin bu çərçivə. Bu çərçivədə heç ümumiyyətlə kənarları da qida yoxdur. Qapalıdır, larvadır. Bizə deyirəm, divar çərçivəsində az da olsa qida var. Bunda da sadəcə bu hissədə, künc hissədə bir qədər açıq nektar var. Bakva sarısı elə bir arıdır ki, qışın ortasında yumurta atır. Həddindən artıq çox qida israf edilir, istifadə edilir. Açıq nektar var, polen var. Yuxarı hissədə biraz bal var, amma yəni üstü kəmərli deyil. Yəni, bu arı digərlərinə baxanda bir qədər bu arada hələ qida ehtiyatı normaldır. Bölümü arılarda vəbşi ümumiyyətlə qida çox azdır. Halbuki bu arılar qışa girəndə çox gözəl qida ilə girmişdilər. Əslində yayda inkişaf eləmələrinin, yazda tez inkişaf eləmələrinin əsas səbəbi də həmin o qışa güclü qida ilə girmələri idi. Sonuncu çərçivəni qabardıblar, amma yumurta atmıyor anarı. Hər ehtimala qarşı arılara gez-gez baxa bildiyim öyle bir anda səbər verəcəm, xam pətəş verəcəm. Arının dalaq atmasını, boşa işləməsini istəmirəm. Çərçivələr də boş çərçivələrdir, yəni qida yoxdur.